Salam aleyküm. Uşaqlara ziyan deyib, možna bir sigaret. Yox. Uşaqlara ziyan deyib, bir də çəkilə bilərsiniz bir damcı. 2 gilə çəkməlidirlər. Yo, indi tez deyə. Olmaz. Hə, uşaqlara olmaz. Yox, tütünün. Başına oyun asma olmaz. Mən onu gözləyirəm də uşaqların başına oynatmaya. Yox, mən nətər? Nəyinə spak ayıb verməlidir? Uşaqlar spokojnidir, narahat olmayın. Siz burası bir damcı oyuna çəkilə bilərsiniz, çəkiliş gedir. Olmaz, az çox. Yeni ilə planlarınız nədir? Yenimizdə yaxşı yeni olanda rahatca nətər o Yeni ilə planlar nədir? Ayın 31-i nə etmək istəyirsiniz? Niyə bax kimsə adamın yanında əsnəyəndə o birisini də əsnəmək tutur? Heç ki sən bana bir səhər biri yuxudan durur, lap tezdən bir ki zəng edib durdurursun yuxu şirin yerindən. Nəsə bir işi qalsın tələs. Yox gedin də hansı birində abi əsniyor, yoxsa başı əsniyor, isə tutur əsniyor. O da müsəlmançılıqdan gəlir. Müsəlmanlıq ondan. Yox, əsnəməyin Hə, müsəlmançılığı. müsəlmançılıq qanunu var. Allah baba elə eləyir. Ən çox da gənc əllərdə. Bakıda azdır əsnəmək. Əsnəmək bildinizdə nə edir? Bilirəm, ağzı tutursan nə? Hə. Gəncəllər Gəncəllərdə çox olur adətlər. Onlar da Bakıya köçüb gəlirlər, kontakt yaranır, onlara da keçir. hansısa idmanla məşğul olmusan heç? Məşq. Məşq idman növü. Yaz olimpiya idman növlərinə daxil olan məşqlə məşğul olmusan. Qaydasız döyüş. Yalan danışma. Yox, qaydasız döyüş. Bəs niyə bu sənin xarici görünüşündə öz əksini tapmayıb? Çünki rast getmişəm, bir il da çoxdan. Neçə dəfə döyülmüsən? Döymüşəm deyəndə ən çox döyülmüşəm. Döyülmüsən, daha çox döyülmüsən. Döyülmüşəm də döymüşəm. Bax, o uşaqlar da baxır. Səninlə məşqə gedənlər. Yalan danışmaq olmaz. Yox. Ölüm deyil, bir şey deyil ki, sahada bir söhbətdir də, bir sahada bir kəlmə deyil, nə məndə qalan deyil də. Mən nə deyim deyə? Vallahi bu gərək bir söz desin ki, mən qərara gəlim ki, mən ona pataşka eləyim ki, deyirəm ona. Yəni sizin o fikir olmasa siz razılaşmırsınız. Yox, o desin məsəl ki, mən onu pataşka eləyirəm də, mən deyirəm. Nə mənada nə deyirlər? Uşaqlıqda sizə nə deyirdilər? Nə mənada nə deyirlər də? Yəni uşaqlıqda Fikirsə nə deməli idilər məsələn? hərəyə bir şey deyiblər uşaqlıqda. Mənə maraqlıdır ki, sizə uşaqlıqda nə deyiblər? Bir şey nədir də məsələn deyən aydınlıq ver ki, mən də sənə deyim ki filan. Nə bilim, misal üçün mənə uşaqlıqda deyiblər ki, göy kurtqalı insanlardan müsahibə götür. Tutaq ki. Abstrakt düşünsək də. Ona görə də siz göy kofta geyinirsiniz. Yox, ona görə göy kurtqalı insanlara yaxınlaşın. Shakespeare adlanıb ancaq bilmirəm nə olub, ancaq başqa ölkədə bir Shakespeare adla olub, ancaq nəsə adı var. Ancaq hansı ölkədə nə olub madığını bilmirəm. Adamın heç olmasa gərək nəyi olsun? Maşını, sonra qızı, pul, siyah. Oğlu necə? Oğlu normal, ailə təhsili, institut. Çox maraqlı sözlər işlədirsən, minnətdarıq. Bir dil ki qəm düçarı olar. Ağlar, ağlamaz. Gözlərimin üstünə baxın. Ənduhi qüssə yarı olar. Ağlar, ağlamaz. Ağlar, ağlamaz. Bilirsiniz, ağlayar yoxsa ağlamaz? Ağlayar da ya ki, kəyirkəmişsiniz. Ağlayar. Siz ağlayardınız yoxsa yox? Başa düşmədim. Ağlayardınız siz yoxsa yox? Nə vaxt, nə zamandır? İlk baxışdan sevgiyə inanırsan. Yox. Nəyə görə? Çünki yalan söhbətdir. Eləsi var pula görə sevir, eləsi var pula görə sevmir. Kasıblığına görə istəyir, amma varlığına görə istəmir. Varlığından istifadə eləyir, yeyir, sən də istəmir. Beynimizdə hansı musiqi indi fırlanır? Mənim beynimdə bu saat fırlanan ən xoşladığım musiqilərdə Ayçon quşlardan mahnılardır. Necə biraz ucalacaq? Uçan quşlar. Necə idi o musiqi? Ayçon quşlar. Bəli. Kimin ifasında? Baloğlan. Aydın. Bəs sizin? Mənimki Ağadadar. Hansı musiqisi? Bir mahnı var, deyir ki, necə oxuyur onu? Sevdim səni onu oxuyur. Aydın. Azərbaycan əhalisi nə qədər bilirsiniz? 8 mindən yuxarıdır. 4 ildir fala baxıram. Güclü vergi var. İnsanların üzündən
onların talilərini oxuyuram. Ona görə hər kim talesini oxusam, əsasən kişi xaylaqları mənə eşq elan edirlər. Siz hardan bildiniz ki, ümumiyyətlə mən ayrılmışam? Mən oxudum sənin üzündən. Mən onu ərəb hərflərindən oxuyuram. Yoxsa məsələ ondadır ki, mən heç vaxt evli olmamışam. Dünyada ən lazımlı peşə səncə hansıdır? Dünyada ən peşə yaxşıdır Nəsim bazarı. Orada rahatca oxuyursan, işləyirsən. Müəllimlər yaxşıdır, rahatca. Yox, ən lazımlı peşə Nəsim bazarı dedin. Bəli, Nəsim bazarı. Niyə Nəsim bazarı? Niyə? Çünki orada yaxşıdır. Müəllimlər də yaxşıdır. Hamısı yaxşıdırlar. Bu şey oturup ne deyirlər, bu Natavan oturup köyünə onu vermək. Orada mən 100.000 dollar pul tapmışam. Yerdən? Ha, gördüm kimdən düşdü sumkadan. 2 şirvanda cibimdən xərcləmişəm. Aparıb Mərdəkəndə qaytarmışam onu. Məsəl üçün qıyıq gözlü turist yaxınlaşsın. Nə bilərsiniz ki, bu Yaponiyalıdır ya da Çindir? Çinin gözlərindən bilinir ki, Çindir. Bəs Yaponiyalı? Yapondakı qara olur da, qara bilinir. Siyasi məsələlərə qarışmaq istəmirəm. Siyasətdən uzaq olsun suallar, bəli. Yəni gəlin siyasətə toxunmayaq, düzdür? Bir gənc kimi mənə aidiyyəti yox siyasət. Bəli, mən heç özüm peşman oldum bu sualı verməyimə. Açıq axırıncı heç kompliment eşitməmişəm. Heç? Yox, eləyən olmayıb. Ya, ola bilməz ki, bu qədər il yaş. Heç olmayıb ki, kimsə sənin üçün sən yaxşı oğlansan. Çox yetim deyirlər uşaqlar, beləsi. Yəni kompliment odur onda. Belə yetim deyirlər, belə yaxşı mənada. Elə şey var ki, hamının xoşuna gəlir, amma sənin yox. Yox, mənim də xoşum gəlir. Biri var, düzdür, xoşu gəlmir. Biri var, xoşu gəlirlər. Mənim xoşum gəlir. Möcüzə. 20 ildən sonra ən populyar peşə hansı olacaq səncə? Qış gəlir də, bir şey yoxlar düşür. Nə bilim. Bəs 20 ildən sonra? Və indi cəmaət nə oxusun ki, 20 ildən sonra faydası olsun ona? Onu mən nə deyim qadın alım. Ancaq qəzet oxumaq lazımdır. Heç belə dərs oxumağı da məsləhət görmürəm. Bəs nə ilə məşğul? Spor məşğul olsundan sağlamlığına pul gəldi gedərdi də. Nə vaxt başa düşmüsən ki, artıq böyümüsən? Mən dərəcəmin yüksək olmasından və dünyamı dərk eləməkdən başa düşürəm ki, mən artıq böyümüşəm. Mənə lazım deyil ki, biri mənə pul versin. Mənə bir şey lazım, mənə kitab alsın və yaxud mənim mədəniyyətimi yüksəldək, mənə mənəvi dəstək versin. Budur. Sizcə Amerika yoxsa Rusiya? Mən bu dövlətlər hegemon dövlətlərdir. Yəni mən bu siyasətə çox baş qoşa bilmərəm çünki siyasətdə çoxlu boğulanlar olub. Amma mən siyasətlə heç bir, yəni bu ölkə cüzü yoxsa o ölkə, ikisi də cüzüdür. Mən hər ikisinin fikrinə razıyam. Mən deyə bilmərəm ki, Amerika cüzüdür, iqtisadi cəhətdən Rusiya cüzüdür. Rusiya da cüzlüdür, Amerika da cüzlüdür. Mən belə fikirləşirəm və hər ikisi də böyük dövlətlərdir. Hamısı hər ikisinin fikrinə razıyam. Hərəsinin özünə görə, hərəsinin öz nəzəriyyə dövlət başçılarının fikirlərini mən tam razıyam. Mən deyə bilmərəm ki, Amerika cüzlüdür yoxsa Rusiya zəifdir. İkisi də cüzlüdür. Mən bunu deyirəm. Çox sağ olun. Minnətdarım iştirakınıza görə. Sağ olun, var olun.